Yaqub peyğəmbərin oğlu Yahudanın öz gəlini ilə cinsi əlaqədə olaraq onu hamilə qoyduğunu bilirdinizmi? Bəli, Yaqub peyğəmbərin oğlu Yahuda öz gəlinini fahişə zənn edərək cinsi əlaqədə olur və gəlini qaynatısından hamilə qalır. Bundan öncəki paylaşımda isə Yahuda oğlunu öz gəlinin yanına girib onunla cinsi əlaqədə olmağa məcbur eləyirdi. Hansı gəlinin ki, bir oğlu adlı oğlu olur, o öldükdən sonra digər oğlunu gəlinin yanına salır ki, gəlini ilə cinsi əlaqədə olsun və gəlini uşaq dünyaya gətirsin. Bunu öncəki videoda paylaşmışam, istəyən olsa girib baxa bilər. İndi isə Yahudanın öz gəlini ilə cinsi əlaqədə olmasını paylaşacağım. Videonun sona qədər dinləyin. Bu keçir müqəddəs kitab Bibliyada Yaradılış 38-ci fəsildə. Yaradılış 38-ci fəsil 12-ci ayədən başlayıb oxuya bilərsiniz. Uzun müddətdən sonra Şuanın qızı olan Yahudanın arvadı öldü. Yahuda matəm qurtarandan sonra dostu Abdullamlı Xira ilə birlikdə Timanta sürüsünü qırxanların yanına getdi. Tamara bildirdilər. Bax, qaynatan sürüsünü qırxmaq üçün Timanta gəlir. Tamar dulluq paltarını əynindən çıxarıb rübənd örtdü və bürünüb Timanta gedən yolda olan Enayim darvazasının yanında oturdu. Çünki o görürdü ki, Şela böyüyüb, o isə hələ də Şelaya ərə verilməyib. Yahuda onu görəndə elə bildi ki, bir fahişə qadındır. Çünki üzünü örtmüşdü. Burada Yaradılış 38-ci fəsil 15-ci ayədə deyir ki, Yahuda onu görəndə elə bildi ki, bir fahişə qadındır. Çünki üzünü örtmüşdü. Bu üzünü örtdüyünə görə, yəni üzü örtülü olur, başı bağlı olur, yəqin ki, bunu fahişə zənn edir. Bu da Yahuda bunu hardan bilir? Çünki bundan öncəki tarixi kitablara və yaxud da tarixi araşdırmalara baxılanda Şumer məbədlərində orada fahişə qadınlar işləyirdi. Məbədin fahişə qadınları vardı ki, onlar həmişə başlarını örtərdilər. İlk dəfə baş örtüsü zaten buradan gəlir, Şumerlərdən gəlir. O da fahişə qadınlar cəmiyyətdə seçilməkdən ötürü başlarını örtərdilər. Çox güman ki, Yahuda da bunu zənn eləyib. Çünki o dövrdə həmin o torpaqlardır, Mesopotamiya ərazisidir. Orada adət idi bu. Yahuda bunu görür, başı bağlıdır və fahişə zənn eləyir. Yahuda yolunu ona tərəf salıb dedi: "İcazə ver sənin yanına girim." Ancaq onun öz gəlini olduğunu bilmədi. Qadın dedi: "Yanıma girmək üçün mənə nə verirsən?" Yəni Yahuda buna deyir ki, icazə ver sənin yanına girim, cinsi əlaqədən olmaqdan ötürü, amma gəlin olduğunu bilmir. Gəlin də bundan bazarlıq eləyir də. Tamam, deyir, mənlə cinsi əlaqədə olmaq istəyirsənsə, mənə qarşılığında nə verəcəksən? Yahuda dedi: "Sürüdən bir oğlaq göndərərəm." O dedi: "Onu göndərənə qədər mənə girov olaraq bir şey verərsənmi?" Yəni gəlin də oyanıqdır. Deyir ki, sən onu göndərənə qədər mənə girov ver də. O gələcək, gəlməyəcək bəlli deyil. Yahuda soruşdu: "Girov olaraq sənə nə verim?" Qadın dedi: "Öz möhürünü, qaytanını və əlində olan əsanı." Yahuda bunları qadına verib yanına girdi. Qadın ondan hamilə qaldı. Sonra Tamar qalxıb getdi və rübəndini çıxarıb dulluq paltarını geydi. Yahuda qadından girovunu almaq üçün Adullamlı dostunun vasitəsilə oğlağı göndərdi. Ancaq o qadını tapmadı. Qadının olduğu yerin adamlarından soruşdu: "Enayimdə yol kənarında olan fahişə hardadır?" Onlar dedilər: "Burada fahişə yoxdur." Yəni burada da fahişə, yəni məbəddə olan bir şeylər keçir. Burada bir fahişənin açıqlamasında verir ki, fahişə yaxud məbəd fahişəsi. Eyni mən dediyim Şumer adətlərində vardı, məbəd fahişələri olurdu Şumerlərdə və onlar həmişə başlarını bağlayırdılar ki, cəmiyyətdə seçilsinlər. Bu qadın da deyir axı, onun dulluq paltarı olur. Dulluq paltarı geyinəndə orada seçilirmiş ki, bu qadın duldur. Əri ölüb və yaxud da boşanıb, hər nəysə. Amma deyir ki, bu gəlin, burada yuxarıdakı ayədə diqqətlə qulaq asınızsa, deyir ki, bu dulluq paltarını çıxardır, rübəndini geyinir. Yəni başını bağlayır, başqa geyim geyinir. Yahuda da bunu fahişə zənn eləyir. Yox, əgər bu dulluq paltarını çıxarmasaydı, Yahuda onu görəndə görəcəkdi ki, bu dul qadındır. Burada Yaradılış 38-i açıb oxusanız, özünüz hər şeyi ətraflı görəcəksiniz. Sonra nə deyir? Sonra Tamar qalxıb getdi və rübəndini çıxarıb dulluq paltarını geydi. Yahuda qadından girovunu almaq üçün bunu oxudum. Qadının olduğu yerin adamlarından soruşdu: "Enayimdə yol kənarında olan fahişə hardadır?" Onlar dedilər: "Burada fahişə yoxdur." O Yahudanın yanına qayıdıb dedi: "Onu tapa bilmədim. O yerin adamları da burada fahişə yoxdur dedilər." Yahuda dedi: "Qoy bu şeylər onunki olsun, ancaq biz bu işdən rüsvay olmayaq. Bax, mən bu oğlağı ona göndərdim, amma sən onu tapmadın." Bundan təxminən 3 ay sonra Yahudaya bildirdilər: "Gəlinin Tamar zina edib.
həm də bu zinadan hamilə qalıb. Yahuda dedi, onu çıxarıb yandırın. Yəni həmin bu Yahudanın cinsi əlaqədə olduğu gəlini hamilə qalır və orada hamilə zinanın da hökmü öldürülməkdir, yandırılmaqdır deyə Yahuda dedi ki, onu yandırın. O bayıra çıxarıldığı zaman qaynatasına xəbər göndərib dedi, mən bu şeylərin sahibi olan adamdan hamilə qaldım. Sonra dedi, bax gör bu möhür, qaytan və əsa kimindir? Gəlin də canın qorxusu gəlir, can şirin şeydir. O girov götürdüyü ki, əşyalar var da, orada möhürdür, qaytandır, hasadır. Və onu qaynatasına xəbər göndərir ki, mən bu əşyaların sahibindən hamilə qalmışam. Tamar sonra möhür qaytan əsa kimindir? Yahuda bunları tanıyıb dedi, o məndən haqlıdır, çünki onu oğlum Şelaya vermədim. Yahuda onunla bir daha yaxınlıq etmədi. Yəni, əslində bu gəlini Şelaya balaca oğlu olurdu. Şela balaca olduğuna görə gəlini ona verməyib və sonra da deyir, mən onunla yaxınlıq etmədim. Tamar doğanda məlum oldu ki, bətnində əkiz var. Yəni, hamilə qalır qaynatasından və əkiz uşaq dünyaya gətirir. Doğuş vaxtı bir uşaq əlini çıxartdı. Gülməli yer buradır. Doğuş vaxtı olur. İndi bu ginekoloqlar, mamaçalar yaxşı bilər. Uşaq doğulmamışdan qabaq sanki əlin çıxardır çölə. Birinci əlini çıxardır. Mamaça götürüb onun əlinə qırmızı ip bağladı və dedi, əvvəlcə bu doğuldu. Mamaça bu birinci əl çıxan kimi ayə nədir? Yaradılış 38-ci fəsil 28-ci ayədə uşaq birinci əlini çıxardır. Mamaça bunun əlinə qırmızı bağlayır ki, yəni birinci bu doğuldu, çünki ekizdir. Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi, özünə necə deşik açdın? Bunu görən də onun adını Perez qoydular. Yəni bu əlinə qırmızı bağlanan adam əlini geri çəkir ana bətninə və qırmızı əlində gedir içəri. Sonra o biri uşaq doğulur, Əslində burada bir yəqin ki, ginekologiyanı bilənlər özləri yaxşı bilər ki, burada bir elmi yanlışlıq var. O biri uşaq doğulur və mamaça təəccüblənir, deyir ki, sən özünə necə deşik açdın, çıxdın? Burada buna görə, bunun da deşik çıxdığına görə sual verir və çıxır bu. Bunun adını Perez qoyurlar. Burada da Perez'in açıqlaması budur ki, Perez adının sözünün mənası İbrani dilində deşik açmaq deməkdir Perez. Çünki birinci o biri uşaq doğulacaqdır, əlinə qırmızı bağlayırlar, o əlin geri çəkir, dalıcan bu biri doğulur deyə buna sual verir ki, sən özünə necə deşik açdın? Bu özünə deşik açıb çıxdığına görə bunun adını Perez qoyurlar. Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun da adını Zerah qoydular. Zerah da İbrani dilində qırmızı deməkdir. Yəni əlində qırmızı olan deməkdir. Yəni bir düşünün. Peyğəmbər övladı öz gəlinin birinci oğlun göndərir gəlinin yanına. Bundan öncəki videoda paylaşmışdım. Yaradılış 38-ci fəsil 1-dən 11-ci ayəyə qədər oxusanız orada görəcəksiniz. Və həmin o gəlini fahişə zənn eləyir, sonra qaynatası öz gəlini ilə yatır, hamilə qoyur. Hamilə qoyandan sonra bu ikiz uşaq doğulur və ikiz uşaq doğulan zamanda sonunda belə bir biabırçı olur ki, biri əlini çıxardır, əlini geri salır, o birisi çıxır, sonra deyirlər sən özünə necə deşik açdın, çıxdın falan filan. Yəni bunlar keçir hamısı müqəddəs kitabda. Bunlar mənim sözüm deyil, kimsə gəlib mənə iradını bildirməsin, mənə söyüşünü, təhqirini bildirməsin. Bir zəhmət getsin, açsın müqəddəs kitab, Bibliyanı, onun içində Tövratı tapsın, Tövratın yaradılış bölümünü tapsın, 38-ci fəsil və başlasın oranı oxumağa. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Bəyənib paylaşmağı, abunə olmağı da unutmayın.